Çox vaxt elə düşünürük ki, əgər bədənimiz ideal görünürsə, enerjimiz yerindədirsə və güzgüdəki əksimiz bizi qane edirsə, deməli hər şey qaydasındadır. Lakin müasir tibb sağlamlığın vizual görüntüdən qat-qat dərin olduğunu diqqətə çatdırır. Parlaq dəri və ya inkişaf etmiş əzələlər daxili orqanların fəaliyyəti haqqında tam həqiqəti demir. Bəzən ən ideal bədən quruluşunun arxasında illərlə səssizcə irəliləyən proseslər gizlənə bilər. Biz bədənimizin xarici görünüşünə investisiya qoyduğumuz qədər daxili sağlamlığımıza da diqqət yetirирikmi? Yoxsa sadəcə fəsadlar üzə çıxanda həkim qapısını döyürük? Hər sağlam görünən insan doğrudan da praktiki sağlam deyil. Çünki bir çox insanlarda özünü yaxşı hiss etsə də, bəzən check-up müayinələrdə daxili orqan problemləri üzə çıxır. Bu daha çox maddələr mübadiləsinin bağlı problemlər ola bilər, şəkərli diabet, hipertoniya, virus hepatitləri olan xəstəliklər də gizli gedə bilər. Amma çox vaxt profilaktik tədbirlər əvəzinə birbaşa idman zallarına üst tuturuq. Bəs bədənimiz bu ağır yükə hazırdırmı? Həkim rəyi alınır. Həkim rəyindən sonra fərdin özünə məxsus olaraq orqanizminə uyğun şəkildə həm məşq proqramı, fiziki ağırlıq, kardio məşqlər, eyni zamanda qidalanma tərtib olunur. Lakin təhlükə yalnız idman zallarındakı ağır çəkilərdə gizlənmir. Çox vaxt bədənimizə ən böyük zərbəni elə mətbəxdə, öz əlimizlə vururuq. Çünki idmanla qazandığımız enerjini yanlış qidalarla bir anda itirə bilərik. Sağlam bədən üçün tərəziyə qoyulan növbəti vacib amil boşqabımızdakı seçimlərdir. Sağlam karbohidrat seçəcəyik. Bunun da dozası az deyil, 350 qramdır. Sağlam protein, yəni zülal seçəcəyik. Bunun da dozası 80-100 qrama qədərdir. Sağlam yağ 50 qram ümumi həcmdə götürsək, 30 qramı doymamış yağ turşusu, 20 qram doymuş yağ turşusu şəkildə. İşlənmiş qida deyil, kolbasa sasika məhsulu deyil. Baxın, bir kolbasa sasika məhsulunun tərkibində heç bir vitamin, mineral yoxdur, faydalı yağ yoxdur, əksinə ziyanlı yağdır. Yeməyin onu, halbuki o dad verir. Təbii ki, ora çünki o qədər dad artıcılar, stabilizator və s. əlavə olunur. Amma siz cevizlər, çərəzlər, toxumlar yedikdə oradan daha faydalı yağ turşularını, omega 3, omega 9, araxidon, alein, linoin turşularını, yağ turşularını almış olursunuz. Qidalanma rejimi təkcə nə yediyimizlə deyil, həm də onu nə vaxt yandırdığımızdan ölçülür. Çünki oturaq həyat bütün sistemi iflic edir. Ümumiyyətlə, gün ərzində daha çox oturaq həyat tərzi yaşayan insanlar, günəşdən uzaq olan insanlar, stres altında çalışan insanlar birinci növbədə maddələr mübadiləsinin pozulması və metabolik sindrom dediyimiz bir pozğunluğa girirlər ki, bu da öz növbəsində hiperlipidemiya, yəni artıq çəki, şəkərli diabet, vitamin mineral çatışmazlıq, xüsusilə də vitamin D-nin əskikliyi ilə yaşamış olurlar. Kardioloji problemlərdə, ürək-damar problemlərdə üzə çıxır ki, bu insanlar həm təzyiqin artması ilə problem yaşayırlar və yaxşı olardı ki, hər bir saatda bir durub ümumiyyətlə biraz gəzsinlər. Əlbəttə ki, fiziki aktivlik və idmanla məşğulluqsa, qidalanmaya fikir verməliyik ki, həmin fiziki aktivliyimizin nəticəsini öz bədənimizdə, orqanizmimizdə və sağlamlığımızda görə bilək. Qidalanmamız təmiz olmalıdır, mövsümü və təbii qidalardan istifadə etməliyik, eyni zamanda gündəlik maye balansını, hidratlaşmağı unutmamalıyıq. Bəzənsə hərəkətsizliyin yerini vitaminlərlə doldurmağa çalışırıq. Apteklərdən aldığımız rəngbərəng vitamin həblərini sağlamlıq zəmanəti sanırıq. Halbuki nəzarətsiz qəbul edilən hər bir kapsul orqanizm üçün gözlənilməz bir yükə çevrilə bilər. Bəzən insanlarımız immuniteti gücləndirmək məqsədi ilə, yəni yanlış düşünərək müəyyən bir vitaminlərin qeyri-rasional şəkildə qəbuluna üst tuturlar və burada da artıq xüsusilə də B qrupların qəbulu orqanizmdə onkoloji hüceyrələrin vaxtından tez yaranmasına qədər gətirib çıxara bilər. D vitaminin düşüncəsiz və doza həddinin aşılaraq içilməsi böyrəkdə xüsusilə də oksalat daşları yarada bilər. Bədənin su ehtiyacını ödəyə bilməyəndə və gün ərzində qeyri-nizamlı qidalananda bədən gecə saatlarında üsyan edir. Axşam vaxtları gəldikdə daha çox şirniyyat istəməyimiz, ümumiyyətlə özümüzü daha çox yemək tələb etmə hissimiz bizim sən demə gün ərzində doğru bəslənməməyimizlə əlaqələndirir. Demək ki, biz gün ərzində daha çox ac qalmışıq, beyin hüceyrələrimiz acdır. Burada triptofan adlı maddə var ki, bu serotonin ifrazında rol oynayır. Sən demə biz bunu almamışıq. O yüzdən də günün sonunda biz şirniyyata ehtiyac duyuruq. Sağlamlıq sadəcə idman zallarındakı estetik selfilər və ya rəngbərəng vitamin qutuları deyil.
Çox vaxtım yoxdur deyib təxirə saldığımız o 15 dəqiqəlik yürüyüş və ya bahadır deyib yan keçdiyimiz təbii qidalar əslində gələcəkdə özümüzə verəcəyimiz ən böyük hədiyyədir. Bədəniniz sizin ən sadiq dostunuzdur. O sizi aldatmaz və hər şeyi yadda saxlayar. Bugün ona ayırdığınız hər dəqiqə sabah sizə enerji, güc və gümrahlıq kimi geri dönəcək. Sağlamlıq isə sadəcə bir vərdiş deyil, bu bir həyat mədəniyyətidir. Gəlin bu mədəniyyəti birlikdə yaradaq və həyatımıza dəyər qataq.